Herkese salam. Bugün sizlərə çox gözəl və sadə üsulla vərdişlərinizdən, takıntılarınızdan ki, bu obsessiv kompulsiv pozuntuya aiddir. Bir insana takılmaq, aslı olmaq, içki, siqaret, bu kimi vərdişlərə aslı olmağı təbii ki, biz özümüzdən götürməmişik. Bunu bizə genetikamızdan, ana-atadan, yarı karmik borçlarımızdan falan filan keçir. Deməli, buradan necə azad oluruq? İnsan var ki, seansda bir-iki dəfə danışırıq, seans keçirik, deyir ki, hə, başa düşdüm, azad olur. İnsan var ki, deyir, yox, mənə bunu göstər, yəni bunu hiss eləməlidir. Bu insanlara gözəl texnika ilə sizə kömək etmək məqsədi ilə baxın, götürürük. Bura anadan gələn, atadan gələn nədən azad olmaq istəyirsinizsə, sizin beyninizin içərisində sizi yoran, bütün günü mozol deyə bir şey var da bilirsiniz. O beyninizə hansı fikir sizə o dərəcədə təsir edirsə, onu yazın. Ciddi. Oturun vərəq kimi yazın əlinizə. Bunu 5 saat saxlayın əlinizdə. Bədən bunu görsün ki, bax, bu mənimdir, bu mənim bəlamdır, dərdimdir. Sonra isə bunu gedirsiniz, nə edirsiniz? Skrabla yuyursunuz, şampunla yox. Niyə skrabla? Çünki skrab yeridilir və yeridildikcə deyirsiniz, genetikamdan, DNK-mdan, reinkarnasiyamdan, anamdan, atamdan, yaxud bu kimə aid hissdirsə, keçmiş bu inancımı, bu adətimi, bu vərdişimdən azad oluram. Yuduqca da axı bu həm təmas edirsiniz, həm də görürsünüz bu venalara təsir edir və 21 gün bunu etdiyinizdə doğrudan bu vərdişinizdən, asılılığınızdan özünüzü sağlam şəkildə azad edə bilərsiniz. Özünüzə yaxşı baxın, sağlam olun.